Binəqədidə bir neçə mağaza sahibi iddia eləyir ki, kimlərsə obyektə gələrək özlərini dövlət qurumunun əməkdaşı kimi təqdim edib pul istəyiblər. Onlar sahibkarlara sanitar gigiyena xidmətləri ilə bağlı müqavilə bağlanmasını təklif ediblər. Əvəzində də aylıq pul tələb ediblər. Nurlan Rafiqoğlu Binəqədidə idi və özlərini dövlət qurumunun əməkdaşı kimi təqdim edənlərin izinə düşüb. İzləyəcəyik. Bakının Binəqədi rayonunda mağaza sahibləri deyirlər ki, bir neçə nəfər əlində dəftər obyektlərə gələrək özlərini dövlət qurumunun əməkdaşı kimi təqdim edərək pul istəyirlər. Nə adına təqdim edirlər? Deyir, yəni dövlətdən gəlmişik, yəni biz o işə baxırıq, ancaq təmizlik işini edək, qutarı deyil. 10 manat alıb gedir. Hə, hər ayda 10 manat. İndi ayın 13-cü vaxtıdır gələcək. Təmizliyə də deməyib, gətirim, yəni təmizliyim eləyim, onu deməyib. Yəni heç vaxt təmizlik? Yox. 10 manat alanda nə deyirsiniz? Yox, deyirəm ki, bəs belə deyir, biz həkimdən gəlmişik, həm təmizlik qidasından gəlmişik. Digər mağaza sahibləri iddia edir ki, həmin şəxslər bəzən bu əməlin məcburi olduğunu deyirlər. Mən burada olanda o gəlməyib, yoldaşım burada olanda gəlib, onunla əlaqə saxlayıb, kağızı da ona verib yazıbdır. Amma deyirsiniz ki, başqa bir qurum gəlib də bura. Başqa qurum da gəlmişdi, biz ondan əməkdaşlıq eləməlidik ki, yəni ehtiyacımız yoxdur da, yəni. Çəkiliş apardığımız vaxt söz gedən ünvanda özlərini sanitar gigiyena xidmətinin əməkdaşları kimi təqdim edən şəxslərlə rastlaşdıq. Onlar özəl şirkət əməkdaşı olduqlarını dedilər. Yəni hər hansı bir qurumun adından istifadə eləmişsiniz? Əlbəttə ki, yox. Biz Sanitariya Gigiyena İdarəsinin, bəli, bu da bizim lisenziyamızdır. Akt sənədidir və gigiyenanın sənədidir. Üçdə bir yerdədir burada. Bunlar təklif olunur və orada izah olunur vətəndaşa. Sizin iş nədən ibarət? Bizim işimiz dezinfeksiya ilə əlaqədardır. Şirkət əməkdaşı ilə birlikdə bir neçə mağazaya baş çəkdik. Yəni soruşur ki, gem deyilsin, yoxsa Sanitariya Gigiyena deyil. Gem deyil bu. Gem demişəm mən. Kameramız var da, hə? Şirkət əməkdaşı deyilənləri təqzib etdi. Bu mağaza ilə bağladığınız müqavilə şərtlərinə uyğun olaraq iyulun 15-dən bu tərəfə burada hər hansı bir sanitar epidemioloji profilaktik təmizlik xidmətləri görmüsünüz? Xeyr. Nəyə görə? Çünki sahibkar özü bizə məlumat verməlidir ki, filan vaxtı gəlin, mən fəaliyyətimi saxlayıram, o tədbirlər görülsün. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinə sorğu ünvanladıq. Dövlət Sanitariya Epidemioloji Nəzarət çərçivəsində yoxlamalar yalnız qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Bu zaman vəzifəli şəxslər mütləq qaydada öz xidməti vəsiqələrini təqdim etməli, həmçinin sahibkarlıq subyektlərinə münasibətdə yoxlamanın aparılması barədə qərarın sürətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması haqqında çıxarışı təqdim etməlidirlər. Səhiyyə Nazirliyi bir daha vətəndaşlar diqqətli olmağa, bu kimi hallara qarşı həssas yanaşmağa və yalnız rəsmi dövlət qurumlarının təqdim etdiyi məlumatlara etibar etməyə çağırır.